Salam, əziz müəllimlər. Hər vaxtınız xeyir olsun. Ümidvaram hər biriniz yaxşısınız. Bu gün sizlə biz bir neçə həndəsə optika suallarına baxacağıq. Ümidvaram ki, MIQ və sertifikasiya imtahanına hazırlaşan müəllimlər üçün faydalı bir video olar. Gəlin birinci sualımızdan başlayaq. Demək, oyuncaq bir araba üzərində yerləşdirilən düz güzgü ilə dəfnə şəkillərdəki istiqamətlərdə güzgünün sürəti 5V və dəfnənin sürəti isə 2V olmaqla hərəkət edirlər və gördüyümüz kimi qarşı-qarşıyadırlar. Bizə deyir ki, buna əsasən dəfnənin bu müstəvidəki xəyalının görüntüsünün yerə görə sürəti neçə V olar? Deməli, əziz müəllimlər, biz ilk öncə dəfnənin öz sürətinin 2V, güzgünün də 5V olduğunu bilirik. Əgər güzgü yerində dayanmış olsaydı, dəfnə 2V sürəti ilə güzgüyə yaxınlaşanda, onun xəyalı da güzgüyə 2V sürəti ilə yaxınlaşacaqdı. Amma bu halda artıq güzgü hərəkətdədir. Güzgü hərəkətdədirsə, onda biz əlbəttə ki, həm güzgünün sürətini, həm də dəfnənin öz sürətini əlbəttə ki, nəzərə almalıyıq. Onda əgər dəfnə güzgüyə 2V sürəti ilə gəlirsə, amma onun xəyalı 7V sürəti ilə ona doğru gəlir, güzgünün içində hələ güzgünün yerə nəzərən hərəkətini nəzərə almıram. Xəyalın hələ yerə nəzərən hərəkətini nəzərə almıram. 7V sürəti ilə o güzgüyə doğru yaxınlaşır. Bəs yaxşı, ümumi yerə nəzərən mən sürətini tapsam necə almış olaram? Xəyalın həmin o 7V sürəti ilə güzgünün sürəti 5V-ni toplayacağam. Ümumi alacağam ki, yerə nəzərən sürəti onun 12V-dir və hansı istiqamətdə? Sağa doğru istiqamətində, yəni 2V 2 istiqamətində, yəni olacaq E variantı. İkinci sualımızda isə aralarında alfa bucağı olan müstəvi güzgülərdən birinci demək güzgüyə gələn S şüası hər iki güzgüdən şəkildəki kimi əks olunur və bizdən soruşur demək bu güzgülər arasındakı alfa bucağı nə qədərdir? Biz ilk öncə şüanın gəldiyi hissədən başlayaq. Burada normal çəkək. Və əlbəttə ki, normal çəkirəmsə, bu düşmə bucağını burada qeyd edə bilərəm və buradakı bucağı da bilirəm. Artıq bura 50 dərəcə olduğunu bilirəm və bura 40 dərəcədirsə, burada 40 dərəcə olduğunu bilirəm. Və daha sonra bax bunu belə tamamlayıram. Burada əlbəttə ki, biz üç bucağı çox rahat şəkildə görə bilirik. Baxın, burada bir üç bucaq yarandı. Həmin üç bucağın daxili bucaqlarının cəmi əlbəttə ki, 180 olmalıdır. Burada düşmə bucağı 20 dərəcədirsə, onda qayıtma bucağı da burada 20 dərəcədir. 20 bura olacaq 40. 40 80, onda bura qalacaq 100. Əgər düşmə bucağı və qayıtma bucağı 20 idisə, onda bura əlbəttə ki 70 qalır. 100-ün qonşu bucağı əlbəttə ki 80 dərəcə olacaq. 70 80 150. Onda buradakı 3 bucağın daxili bucaqlarının cəminə əsasən, baxın bu üç bucağın daxili bucaqlarının cəminə əsasən, onda alfa üçün də 30 dərəcə qalacaqdır. Düzgün cavab olacaq E variantı. Üçüncü sualımızda şəkildəki qutu içərisində müstəvi güzgü ilə demək hazırlanmış optik sistemə göndərilən İ şüası ilişdirix olaraq sistemi tərk edir. Bu şüanın öz üzərindən dönə bilməsi üçün, yəni öz üzərindən geri qayıtması üçün güzgü burada neçə dərəcə döndürülməlidir? Demək, əziz müəllimlər, ilk öncə biz bilirik ki, əlbəttə bu şüanın yolunu çəkməliyik. Şüa gəlib burada düşmə və buradan da əks olunub bu formada. Belə. Deməli, burada güzgü belə bir şəkildə qoyulubdur. İndi biz burada normal da çəkə bilərik. Bu da normal çəkdik. İndi biz birinci halda, yəni fırladılmamışdan qabaq normal çəkmişik. Bir də fırladılandan sonra normal çəkəcəyik və normalın neçə dərəcə dönməsi ilə biz güzgünün neçə dərəcə dönməsini tapa bilərik. Gəlin baxaq. Baxın, bura 90 dərəcədir.
Bura 90 dərəcədir. Bura qarşı bucaqdır. Qarşılıq bucaqdır. 50 dərəcədir. Burada yaranmış bu trapesiyaya fikir versək, baxın bu trapesiyaya fikir versək, onun daxili bucaqlarının cəmi üçün 360 dərəcəni təbii ki burada tətbiq etməliyik. Onda demək, bura olacaq bizim üçün, bax bu ümumi bucağımız olacaq 130. Onda hər birinə düşəcək 65 dərəcə. 65 dərəcə. Hal-hazırda bu birinci halda normal və qayıdan gələn şüalar arasındakı bucaqdır. İndi biz nə etməliyik? Elə etməliyik ki, gələn şüa öz üzərindən geri qayıtsın. Biz də bilirik ki, gələn şüa nə zaman öz üzərindən qayıdar? Düşmə bucağı 90 dərəcə olanda. Yəni, mən əgər güzgünü bu formada qoysam, bax, diqqətli olaq, bax, bu formada qoysam güzgünü, bu formada qoysam, onun üzərinə düşən işıq şüası elə öz üzərindən də nə edəcək? Geri qayıdacaq. Və elə normal da hal-hazırda burada olacaqdır. Baxın, normal da bu şəkildə çəkəcəm. Bax, bu da normalımız. Çünki güzgüyə nə olmalıdır? Perpendikulyar çəkməliyəm. İndi, birinci normalımız burada görürük. Onu, bax, bu fərqli rənglə göstərirəm. Bu da hal-hazır ki, ikinci haldakı çəkdiyimiz normalda qara xətlə göstərmişəm. Baxın, belə dönübdür. Birinci haldan, bənövşəyi haldan qara çəkdiyim xəttə keçməsi üçün 65 dərəcə dönməlidir. Yəni, biz güzgünün dönməsini normalın dönməsi ilə tapsaq, çox rahat olar bizə. Normal arasındakı bucaq və yaxud da birinci halda normal bu yöndədir, ikinci halda belə yönəlib, onu tapmaqla güzgünün fırlanma bucağını tapmaq olar. Onun cavabı olacaq 65 dərəcə. Dördüncü sualımızda şəkildəki yenə də müstəvi güzgüyə gələn S şüasının istiqaməti dəyişmədən güzgü şəkil müstəvisinə, deməli, perpendikulyar ox ətrafında, yəni bu normal ətrafında 5 dərəcə döndürülür. Deyir, son vəziyyətdə qayıtma bucağı nə qədərdir? Əgər güzgü 5 dərəcə dönürsə, bu deməkdir ki, normal da 5 dərəcə dönəcək. Yəni, onu burada göstərsək ki, tutaq ki, güzgü bu şəkildədir. Balaca götürsək, 5 dərəcə tutaq ki, dönüb. Belə bir formada və onda əlbəttə ki, normal da ona perpendikulyarlığını qorunmaq üçün 5 dərəcə dönəcək. Əvvəl buradaydı. Normal, indi hal-hazırda qara xətlə çəkdiyim hissədədir və bu 5 dərəcə dönmə halıdır. 5 dərəcə dönübsə, hal-hazırda gələn şüa ilə normal arasında, qara xətlə çəkdiyim normal arasında bucaq əlbəttə ki, 15 dərəcədir. Yəni, bizim düşmə bucağımız 15 dərəcədir. 5-ci sualımızda şəkildəki kimi kəsişən X və Y güzgülərinə göndərilən İ şüası sistemi göstərildiyi kimi tərk edir. Buna görə alfa bucağı nə qədərdir? Alfa bucağı buradadır. Gəlin baxaq. Burada qarşılıqlı bucaq olaraq alfa yazıram. Daha sonra burada normalı qeyd edirəm. Burada da normalı qeyd edirəm. Və demək, bura tutaq ki, beta deyirəm, onda burada betadır. Bura qamma deyirəm, burada qammadır. Bu şəkildə yazıram. Onda bu bucaqları da tapa bilərəm əlbəttə ki. Buradakı bucaq 90 çıxılsın beta, buradakı bucaqsa 90 çıxılsın qamma olacaq. Onda mən bu üç bucaq üçün baxsam, alfa üstə gəlinsin 2 qamma plus beta 180 dərəcədir. Üç bucağın bucaqlarına görə. Mən digər tərəfdən buradakı üç bucaq üçün də eyni şeyi yaza bilərəm. Bu üç bucaq üçün demək 90 çıxılsın beta, üstə gəl 90 çıxılsın qamma, üstə gəl 80 bərabərdir 180-ə. Onda mən bunu 180 çıxılsın qamma üstə gəl beta, üstə gəl 80 bərabərdir 180 yazsam, buradan əlbəttə ki, beta üstə gəl qamma cəmini mən 80 alıram. Və aldığım cəmi yuxarıda yerinə qoya bilərəm.
Bax, burada, baxın, burada yerinə qoya bilərik. Onda alfa üstə gəlinsin 2 vur, demək 80 bərabərdir 180-ə. Buradan alfa bərabər olacaq 180 çıxılsın 160, yəni 20 dərəcəyə. Alfanı 20 dərəcə demək tapdıq. 6-cı sualımızda İ şüası şəkildəki qutuda olan müstəvi güzgüyə göndərilir və yenə də iştirak olaraq oradan çıxır o sistemdən. Buna görə güzgünün vəziyyətini biz müəyyən etməliyik ki, hansı vəziyyətdədir. Yenə də mən gələn şüanı və qayıdan şüanı bu şəkildə göstərirəm. Və təbii ki, güzgü belə qoyulubdur hal-hazırda. Və biz onun vəziyyətini müəyyən edəcəyik. Yenə də burada normal çəkirəm. Normal çəkirəm və qarşılıqlı bucaq burada 60 dərəcə qeyd edirəm. 60 dərəcə, burada 90 dərəcədir. Əlbəttə ki, bu bütöv bucağı mən tapa bilirəm ki, demək 120-dir. Onda hər birinə 60 dərəcə düşəcək. Bura 60, burada 60 dərəcə düşəcək. Onda bura qalacaq 30 dərəcə, düzdürmü? Onda mən burada üfüqi xətt çəksəm ki, baxın, belə bir üfüqi xətt çəksəm və bu üfüqi xəttdə əsasən mən güzgünün həmin üfüqi xəttlə 30 dərəcə bucaq əmələ gətirdiyini görə bilirəm. Onda cavabımız B variantı olacaqdır. Daha sonra burada birinci sualımızda şəkillərdəki kimi demək damalarla göstərilmiş müstəvidə və hər damanın ölçüsü eynidir. Səthlərə gələn işıqlar əks olunublar, qayıdıblar və hansı doğrudur? Biz bilirik ki, birinci şəklə baxsaq, perpendikulyar düşərsə səthin üzərinə, oradan elə öz üzərindən geri qayıdır. Bir doğrudur. İkinciyə baxsaq, baxın, simmetriklik qorunur. Damanın yarısı qədər gedir. Bəli, burada da damanın yarısı qədər gəlir və qayıdır. Bəli, bu da tam simmetrikdir. Üçüncü şəklə baxsaq, üçüncü şəkildə baxın, işıq şüası düşdü. Mən burada normalı çəkirəm. Bu normaldan bir dama soldadır, fikir verin. Onda bu buradan qayıtmalıydı. Baba, buradan qayıtmalıydı, buradan yox. Deməli, simmetriklik artıq pozulub və biz artıq bunu götürə bilmərik. Doğru cavabımız olacaq 1 və 2. B variantı. Sualımızda eyni müstəvidə əks etdirici, qaytarıcı səthlərə göndərilən İ şüasının əks olunması göstərilibdir. Bizdən doğru fikirlər soruşur. Gəlin baxaq. Birinci səthimiz və ikinci səthimiz buradadır. Düşən işıq verilibdir və qayıdan işıq normallar düz qaydasında. Əgər baxaq bura 50 dərəcədirsə, onda bura 40 dərəcədir. 40, 50, 90. Onda bu üç bucağın daxili bucaqların əsasən bura 40 dərəcədir və onda bura 50 dərəcə qalır əlbəttə ki. Onda burada əlbəttə ki 50 dərəcədir. Baxaq, ikinci səthdə demək düşmə bucağı 40 dərəcədir. İkinci səthdə düşmə bucağı bəli 40 dərəcədir. Birinci səthə gələn deməli birinci səthə gələn düşən şüanın deməli düşmə bucağı ikinci səthdəkindən böyükdür. Bəli, birincidə 50 dərəcədir, ikincidə 40 dərəcədir. Bu da doğrudur. Üçüncüdə şüanın birinci səthdən deməli gəlmə bucağı, düşmə bucağı 40 dərəcədir, yox, 50 dərəcədir. Onda bu yanlışdır. 1 ilə 2 doğru cavabımız olacaq C variantı. Növbəti sualda yenə də damalarla göstərilib, eyni ölçülü damalardır. Bu sistemdə, bu müstəvidə X və Y yansıdıcı səthlərindən ibarət sistemə göndərilən I1 və I2 şüalarından I1 N1 dəfə, I2 isə N2 dəfə əks olunaraq qayıdır, sistemi tərk edir. Buna görə N1 bölü N2 nisbəti nəyə bərabərdir? Gəlin birinci I1-in yolunu çəkək. I1-in yolu bu şəkildə olacaq. Buradan düşəcək. Bu formada belə və bu şəkildə. Gördüyümüz kimi I1 şüası gəlir və I2-nin üzərindən qayıdır.
və demək 1, 2, 3 demək 1, 2, 3, 4 dəfə əks olunub. İndi biz i2 üçün eyni şeyi çəkək. Şua gəlir, buradan əks olunur, buradan əks olunur, yenə buradan əks olunur, buradan əks olunur və buradan əks olunur. Belə çıxır ki, sadəcə bir-birlərinin əksinə bu şüalar qaydırlar. Eyni sayda əks olunurlar. Eyni sayda əks olunurlarsa, onda onların nisbəti 1-ə bərabərdir. B variantı. Növbəti sualımızda yenə də eyni ölçülü damalar üzərində yerləşdirilmiş sistemdir və yenə də qaytarıcı səthdir və buradan X, Y, Z şüaları şəkildəki kimi göstərilib. Buna görə X, Y, Z şüalarından hansıları S işıq mənbəyindən çıxa bilər? Yəni hansı oradan gələ bilər? Baxaq, S işıq mənbəyindən düz işığı gətirək burada. Bəli, öz üzərindən qayıdır. Deməli bu doğrudur. Y aydın məsələdir. Onda bunları uzaqlaşdıra bilərik. Y aydın məsələdir. X üçün baxıram. Burada normal çəksəm, Y-in normaldan deməli uzaqlığı bax bu formadadır. Belə bir formadadır. Onda buradan qayıtması əgər belədirsə, onda gələn şua da belə olmalıdır. Fikir verin. Simmetriklik olmalıdır. Onda deməli bu aydın məsələdir ki, S-dən gəlməyibdir. Z üçün nə çəkə bilərəm? Z üçün də eyni qayda ilə çəksəm ki, bu normal və simmetriklik qorunması üçün buradan çəkməliyəm 2 dama və bu formada. Deməli, bəli, normaldan baxın, bir dama, bir də yarı, bir dama, bir də yarı formada məsafədə olacaqdır. Onda bəli, deməli, Z də S-dən düşə bilər. Y və Z olacaqdır. Doğru cavab. Növbəti məsələmizdə demək eyni müstəvidə olan K və L demək güzgü kimi qaytarıcı səthlərindən K səthinə şəkildəki kimi göndərilən I şüası L səthindən birinci deməli əks olunmada öz üzərindən geri qayıdır. Onu da biz belə eləyə bilərik. Burada normal çəkirəm. Şua buradan gəlir. Bu formada artıq öz üzərindən geri qayıdırsa, deməli bura 90 dərəcə bucaq altında düşüb deməkdir. Onda bura 35 dərəcədirsə, onda bura da 35 dərəcədir. Bura 90 dərəcədir və əlbəttə ki, burada 55 dərəcə qalır. Ümumini 180 dərəcəyə tamamlanması üçün beləliklə doğru cavabımız C variantı olacaqdır. Belə, əziz müəllimlər, biz sizinlə həndəsi optikaya giriş suallarına baxdıq. Hansı ki, burada müstəvi güzgü və düşmə qayıtma bucaqlarına əsasən məsələlər işlədik. Linzalar, sonra tükük və demək qabarıq güzgülərə də aid inşallah ki, bu yaxınlarda məsələlər paylaşılacaqdır. İzlədiyinizə görə təşəkkür edirəm. İnşallah ki, faydalı olar. Məsələlərlə bağlı fikirlərinizi rəylərdə qeyd edin və ən əsas videonu bəyənməyi unutmayın. Sağ olun. İnşallah növbəti videolarda görüşərik.